Bu da həmin mədəni qaşın son nəticəsidir. Xanım bu qaşı vuruldu bayaqları. Səhifəni izləyənlər bilirlər, qaşda öncədən işləmə vardı, qırmızı iş. Bu nəticələ biz xanımı yola salırıq. Dəndən cızılar çəkildi, nanobroz PM texnologiyası ilə işlədik. Kölgəsizdir, tükü azdır deyə bir də seyrək görsünə bilər. Normal qaş uzaqdan belə görsənir. Yaxından siz o dəndənini görə bilərsiniz. Lazım olduğu halda cızıların arasında yüngülvari kölgə vermək olur. Xanım hələ ki istəmədi, lazım olsa korreksiya verərik. Kim dolu istəyirsə dolu da verə bilirik. Yəni hər bir problem həlli var bizdə. Sırf qaşa aid nə problem varsa bizdə o həlllər var. Gözünüzü yumun. Biraz mimika vardı. İti yedim olar ki iti mimika aça bilərsiniz. Beğensiniz. Sizin nə sözünüz varsa deyə bilərsiniz. Çox araşdırma elədim, amma seçimim siz oldunuz. Çox da sevinirəm ki, siz oldunuz. Heç də peşman deyiləm. Çox sevincliyəm. Məyər üzümdən gözümdən olmur. Çox xoşbəxtəm, çox yaxşıyam. Həddindən artıq bəyəndim, çox bəyəndim. Süper. Çox sağ olun. Siz sağ olun, güvəndiyiniz üçün. Çox razıyam sizdən. Heç də səhv etmədim. Xanım qeyd eləmişdi ki, bəs qorxurdu, neçə ildir analiz edir, araşdırır. Yəni bu videonu çəkirik ki, qorxan xanımlar bilsinlər. Yəni, heç də ağrı yox idi. Düzü gözüm açıma güzgə baxmağa qorxurdum. Amma çox sevindim, çox yaxşıdır. Çox xoşuma gəldi. Süper, şadam ki, sağ olun. Çox razıyam, çox razıyam. İzləyicilərin fikirlərini də biz indi gözləyirik. Əməyə dəyər verən hər bir kəsə təşəkkür edirik. Sağ olun.